Değerli izleyiciler, sizler için bugün Binə qəsəbəsində Binə Safxoz arası İmam Həsən məscidinə 200 metre məsafədə ana yola ayaqla 2 dəqiqəlik yoldur değerli izleyiciler. Bax sizlər üçün bir dənə yaşayışlı, 3 otaqlı, geniş həyətli bir ev satışa çıxartdıq değerli izleyiciler. Gördüyünüz kimi evin mətbəx hissəsidir. Mətbəxdə hamısı sıfırdandır. Belə deyək də, evdə 2 ay heç yaşayış olmayıb. Evdə nə görürsünüzsə, qalan şeylər hamısı sıfırdandır. Bəzi şəxsi əşyalar gedəcək değerli izleyiciler. Evin qazı, işığı, interneti, hökümət suyu hamısı var değerli izleyiciler. Geniş qonaq otağı değerli izleyiciler. Geniş, həqiqətən mən bu evə vuruldum. Həqiqətən bir əmlakçı olaraq çox gözəl, səliqəli, qəşəng bir aurası var evin. Bu birinci yataq otağı değerli izleyiciler. Çox boş. Sadece santral geçer. Bir tane hayatıyla göstereyim değerli izleyiciler. Ora qoyma, yaxşıdır. Değerli izleyiciler, bak hayatyanın hissəsinə baxın. Bura geniş yeridir. Oradan da hele bak 4 tane, bak 5 tane böyle maşın girən həyəti var değerli izleyiciler. Bir tane baxın zəhmət olmasa. Yenə deyəcəm, qazı, işığı, hökümət suyu, sani, bütünlük qazı, kombi xətti çəkib, kombi qoyulmuyor. Amma yəni xəttazda peşdə qalır. O gördüyünüz kimi 100 kvadratlıq İran peçidə qalır. Dəyərli izləyicilər, evin qiyməti 58.000 manata satışa çıxarılır. Reallıq olsa ucuz qiyməti münasib eləyər. Bizi izləməyə davam edin, səhifədə nömrələrimiz var.